Ölkə arasında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olub. Sferas xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. Bildirilib ki, düşən yağıntının miqdarı Tərtər, Lənkəran, Astarada 1 mm-dir. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir 21 metr/saniyədək güclənir. Neft daşları Cilov adası, Şəki, Şəmkir, Neftçala, Lənkəran, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 200 metrədək məhdudlaşır. Fevralın 21-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan Muxtar Respublikasında 17, Aran rayonlarında 19, Dağlıq rayonlarda 16 dərəcəyədək isti müşahidə olunub.